Mən də deyirəm ki, bəli, bizim Şirvanşahlarımız var. Təbii Şirvanşahlar da bizimdir, Səfəvilər də bizimdir, Qaraqoyunlu da, Ağqoyunlu da hamısı bizimdir. Amma bütöv Azərbaycan tarixi Şirvanşahlar tarixi demək deyil. Bəli, Şirvanşahlar Azərbaycan tarixidir. Amma bütöv Azərbaycan tarixi deyil. Yəni Şirvanşahlar bizim regional tariximizdir. Kür çayının yuxarı hissəsinin tarixidir. Şirvan tarixidir. Təbii ki, mən də bunu ilə razıyam. Şirvanşahlar təbii ki, sahib çıxırıq. Amma Səfəvilər, Əfşarlar bizim qlobal tariximizdir. Yəni Şirvanşahların bizim olması, Səfəvilərin bizim olmaması demək deyil. Şirvanşahlar da bizimdir, Səfəvilər də bizimdir. Bəli, Qızılbaş tarixi, Hacı Yalçın Tağıyev filmi, bəli. İnşallah ümid edirik ki, daha çox tarixi film çəkilər, bizim tarixi irsimizə daha çox sahib çıxılar inşallah. Bəli, çox sağ olun dostlar, var olun. Xeyr qardaş, Şirvanla Dağıstan bir yerdə olmuyor. Dağıstan fərqlidir, Şirvan fərqlidir. Səfər Mansurov yazır ki, qardaşımız, bu Albaniyanı deyir, niyə görə Qafqaz Albaniyası edirlər, Azərbaycan Albaniyası demirlər. Qardaş, düşünürəm ki, bu Qafqaz Albaniyası sözü, kəlməsi, termini Sovetlərdən qalma termindir. Aleyküm salam. Ona görə də bizim bəzi tarixçi qardaşlarımız bu Qafqaz Albaniyası, Qafqaz tematikasından çıxa bilmirlər. Yəni, bu stereotipdir, Sovet devrindən qalma stereotipdir. Amma son illər niyə Azərbaycan Albanları, Azərbaycan və Alban tandemi daha çox qabarılır? Vito yazır ki, abi mərhaba, Türkiyədən yazıyorum. Salam qardaşım. Səfəvlərin Kur'an Türk boyu tamamı Anadolu Türk. Vito, qardaşım, tamamı yox. Məsələn, belə deyək də, deyir ki, Səfəvilərin, Qızılbaşların başı Azərbaycan idi, bədəni Anadolu. Belə bir tarixçilər arasında deyim var. Deyirlər ki, qədim Səfəvi tarixçilər deyir ki, Qızılbaşların, Səfəvilərin başı Azərbaycan, bədəni Anadolu idi. Yəni, qardaş, yarı hissəsi Anadolu, Şərqi Anadolu türkləri idi, türkmənlər, Azərbaycan kökənli türkmanlar, sənin, mənim qardaşım. Yarı hissəsi də Azərbaycan türkləri idi. Məsələn, Qaradağlılar, Ərdəbillilər, Qarabağlılar, Qacar tayfası, Əfşar tayfası, Ramal Dəmirov, aleyküm salam qardaş. Xasay Abbasov, aleyküm salam qardaş. Yəni, Azərbaycan türkləri o vaxtı, ümumiyyətlə, orta əsrlərdə Azərbaycan və Anadolu türkü anlayışları ayrı deyildi. Hər iki, salam Əli. Azərbaycan Təbrizlə Diyarbəkir, Ərzincan eyni etnik qrup idi, eyni mədəniyyətin bir parçası idi. Ərzincanla Təbriz, Ərzincanla İrəvan, Diyarbəkirlə Ərdəbil eyni xalqın yurdu idi, eyni xalqın vətəni idi. Yəni, bunlar ayrı-ayrı bir xalqlar deyildi, eyni etnos idi, eyni xalq, eyni mədəniyyət. Bu günləri Şərqi Anadoluya baxanda, Şərqi Anadoluda köhnə, yəni adət ənənələrə, qədim dilə baxanda eyni bizim dilimizdir, eyni Azərbaycan türklərinin dilidir. Yəni, bu da bizim Anadolu, Şərqi Anadolu türkləri ilə Azərbaycan türklərinin, Cənubi Azərbaycan türklərinin, Kərkük türklərinin eyni etnik qrupun, eyni mədəniyyətin, eyni mənəviyyatın bir parçası olduğumuzu göstərir. Bəli, qardaş, Ramal Dəmirov yazır ki, bəli. Bəli, qardaş, Diyarbəkir qədim Azərbaycan yurdudur. Diyarbəkir bizim tariximizdə əvəzsiz iz buraxan Bayandur tayfasının ata yurdudur. Bayandur tayfasının, yəni Uzun Həsənin ata yurdudur Diyarbəkir. Salam, qardaş, aleyküm salam. Qardaş, Şah İsmailin portretidir, Nicat Nigar. Aleyküm salam, hər vaxtınız xeyir olsun. Şəmsi müəllim.
Şəmsi müəllim, çox sağ olun, var olun. Bəli, Firdovsi müəllim, bəli, tamamilə doğrudur. Yəni, nəinki türk soylu, eynən Azərbaycan mədəniyyətidir. Yəni, Şərqi Anadolu və Təbriz, yəni belə deyək də, Təbrizlili, orta əsrin Təbrizlisi, Kərküklüsü, Ərzincanlısı, Diyarbəkirlisi eyni kökdən, eyni evdən çıxmış, yəni tayfalar idi. Eyni mədəniyyətin, eyni mənəviyyatın, eyni milliyyətin bir parçası idi. Şirxan, hər vaxtınız xeyir olsun, çox sağ olun, yaxşıyıq, siz necəsiniz, yaxşı olun. Əsənliklər qardaş. Kənan, xoş gördük səni qardaş, xoş gördük, xoş gördük. Əziz qardaşım, necəsən, nə var, nə yox? Bəli, Xasay, Abbası, bəli. Bəli. Qardaş, Vito, bizim Vito qardaşımız Türkiyədən yazır bizə. Özbəkistana salam. Özbəkistana salam. Çox sağ olun dostlar, var olun, bəyənirsiniz. Özbəkistandan da bizi izləyirlər, özbək qardaşlarımız. Çox sağ ol, Kənan, yaxşıyam, əziz qardaşım. Var ol, əziz qardaş. Deməli, Şərqi Anadolu 1514-cü ildən sonra, Səfəvi Osmanlı müharibələrindən sonra Osmanlı tayfası ilə Allah şəfa versin qardaş, Allah şəfa versin. Səfəvi Osmanlı müharibələrindən sonra Osmanlıların müttəfiqi olmuş Kürd tayfalarına, belə deyək də, örüş kimi, bəxşiş kimi pay verildi. Belə. Antişoşi, valla bilirsən, antişoşi, bax sən 100%, yəni süni intellektiv, sən real insansansa, sən o yazdığın o söyüşlər hamısı sənə qaydır, əziz dostum. Yəni, sən Şah İsmaillə bağlı bir sualın varsa, mənə şəxsdə yaz, mən sənə aydınlıq verim. Yəni, Şah İsmaili təhqir eləmək, bütöv Azərbaycan xalqını təhqir eləməkdir. Azərbaycan ordusunu təhqir eləməkdir, Azərbaycan Respublikasını təhqir eləməkdir, Azərbaycan mədəniyyətini, mənəviyyatını təhqir eləməkdir. Yəni, Şah İsmaili təhqir eləyən Azərbaycanlı birbaşa vətən xainidir. Bunu biz istənilən şəxsə, istənilən yerdə sübut və isbat eləməyə hazırıq. Başa düşürsünüz? Yəni, bunun aksiomadır, yəni bu aksiomadır. Yəni, Şah İsmail Azərbaycan devlətinin, Azərbaycan xalqının istinadıdır. Ən güclü lider. Qardaş, güclü lider deyəndə, Ramal qardaşım, bu biraz geniş məhvumdur. Geniş məhvumdur. Güclü nə baxımından? Məsələn, qol gücü baxımından, elm baxımından, siyasət baxımından. Yəni, düşünürəm ki, Azərbaycanın güclü liderləri çox olub. Məsələn, strategiya baxımından Nadir Şah Əfşar. Yəni, Nadir Şah Əfşar, bəli, hərbi komandan kimi Azərbaycan tarixinin ən böyük komandanlarından biridir. Nadir Şah, bəli, Nadir Şah Əfşar ən güclü komandandır. Amma siyasətə gəldikdə, bəli, Azərbaycan siyasətinin, mən düşünürəm, padişahı Şah Abbas Səfəvidir. Yəni, Şah Abbas Səfəvinin siyasəti mükəmməl idi. Məhz o siyasətin nəticəsində Şah Abbas tamamilə demək olar ki, dağılmış devləti 2,5 milyon kvadrat kilometrlik devləti bir yerə yığdı. Şah Abbas Səfəvi. Mən siyasətdə Şah Abbas Səfəvi deyirəm. Könüllərin Fatihi Şah İsmaildir. Könüllərin Fatihi Şah İsmail Səfəvidir. Bəli, bu bir mənalıdır. Amma strateji baxımından baxanda bizim ən güclü stratejik komandan, hərbi komandan ən güclü liderimiz Nadir Şah Əfşardır. Ən güclü siyasətçimiz tarixi prizmadan baxanda, orta əsrlərə qaydanda Şah Abbas Səfəvidir. Belə qardaşlar. Hansı sözü qardaş? Camal. Camal qardaş, bax, əgər vaxtın varsa, həvəsin varsa, imkanın varsa, qoşul bizim canlımıza görə Şah İsmailin hansı xətasını görmüsən? Yəni, Fuad. Aleyküm salam əziz qardaş, baş üstə qardaş, deyərəm aqilə salam. Çox sağ ol, salam göndərən sağ olsun əziz qardaş. Şah İsmailin ümumiyyətlə xətaları ilə bağlı kim danışmaq istəyirsə, buyura bilər bizim canlımıza.
Bəli. Yox, mən demədim məsumdur. Mən demədim məsum. Deyirəm ki, xətalarından danışmaq istəyənlər buyula bilər. Heç bir problem yoxdur. Adından məlumdur xətayı. Deməli, bu qardaşın. Qardaş, bax, sənin adın da, qardaş, Camaldır. Camal adıdır. Camal adı da ərəb dilində dəvə deməkdir. Ərəb dilində Cəməl dəvə deməkdir. İndi qardaş, sənin adıva mən baxıb, məsələn, sənin adın Camaldır. Yəni, Allah canı sağ eləsin. Amma adın da mənası Cəməldir. Ərəb dilində dəvə deyirlər ona. İndi qardaş, mən nə deyim? İndi deyim, yəni sənin adından bəllidir ki, sən dəvəsən, qardaş. Yəni, ad başqa şeydir, təxəllüs başqa şeydir. Yəni, bunlar hamısı başqa-başqa şeylərdir, əziz qardaşım. Çox sağ olun, dostlar, var olun. Minnətdaram. Minnətdaram, qardaşlar, var olun. Allah canı sağ eləsin. Ravil qardaşım, xəzalət verirsən, Allah razı olsun, çox sağ ol. Var olun. Rəcəb. Yazır ki, Akşin Əliyev. Akşin Əliyev, ümumiyyətlə, qardaş, 40 min sünninin boynunu vurdurub. Yəni, bunun mənbəsi varmı? Qardaş, bunun mənbəsi varmı? Yəni, siz 40 min deyirsiniz. Mən keçən dəfə bizim sələfi dostlarımızın alimi var, şeyxləri var. Şeyx Qamət o 1 milyon deyirdi. Səhv eləmirəmsə, dedi 1 milyon sünninin. İndi siz yaxşı deyirsiniz, siz heç olmasa yönübəri bir rəqəm deyirsiniz, 40 min deyirsiniz. Həmin o Qamət Süleymanov və sairləri var, onlar milyondan dəm vururlar. Özə siravi adam yox ha. Deyirlər ki, Şah İsmail 1 milyon alim öldürüb. 1 milyon alim. Qardaş, təbii ki, bu günləri Camal üst sifət deməkdir, bəli, qardaş. Yəni, adamın adına baxıb, yəni, o adam haqqında adından bəllidir demək, yəni gülüncür də, o heç bir argument deyil də. Çox sağ olun, var olun. Qardaş deyirlər də, Kənan qardaşım, çox sağ ol, Allah razı olsun, var olun. Onullahi. Akşin Əliyev, valla Onullahi ilə şey yazmayıb. Əgər Onullahinin kitabı varsa səndə, bir an zəhmət olmasa onun həmin səhifə atarsan mənə, Onullahi yazıb. Şah İsmail, Ramal Dəmirov, Şah İsmail həm şah olub, nə xoş bizim halımıza ki, həm şah olub, həm də sərkərdə olub. Olsun da Kirilcə, qardaş, Kirilcə lap əla, heç bir problemi yoxdur. Heç bir problemi yoxdur. Şah İsmail Təbrizə girəndə kiminsə qapısını döyüb, deməyib sən hansı dindən, hansı məzhəbdənsən. Şah İsmail və yaxud Uzun Həsən, Qaraqoyunlular istənilən sülalə hakimiyyətə gələndə, devrilmiş sülalənin nümayəndələrin və onun tərəfdarların təqib eləyirdi. Yəni, bu Azərbaycanda da olub, bu Hindistanda da belə olub, Çində də. İstənilən sülalə, aristokratiya hakimiyyətə gəldi, digər sülalənin, yəni devrilmiş sülalənin tərəfdarların müxalifəti təqib eləyir. Səfəvilərdə də bu olub. Devrilmiş sülalənin tərəfdarları təqib olunub. Amma qapı-qapı hamıya kamera qoyub, güdməyiblər kim necə namaz qılır, kim hansı dinə xidmət eləyir, kim hansı məzhəbə xidmət edir, heç kimin evinə kamera qoyub güdməyiblər. Yəni, bu bir mənalı şəkildə belədir. Filan qədər adam öldürüb. Qardaş, həmin o adamlar devlətə qarşı çıxanlar idi. Məsələn, mən də deyirəm ki, Şah İsmail Gilanda 10 minlərlə şiə öldürüb. Niyə görə? Çünki Gilan hakimi Şah İsmailin hakimiyyətini tanımaq istəmirdi. Həmin o Şah İsmailin hakimiyyətini tanımayan şiələr Gilanda da öldürüb, müşəşə tayfası olub. Xuzistanda oldu, orada da öldürülüb. Yəni, bunlar məzhəb din davası deyildi. Bu, hakimiyyət davası idi, devlət davası idi. Yəni, buna din donu geyindirmək, buna məzhəb donu geyindirmək, yəni, ən böyük
savadsızlıq və ən böyük səviyyəsizlikdir. Aleyküm salam, Türk bilgiləri. Camal. Qanıçan. Camal. Bağışlayın. Camal qardaşım, ümumiyyətlə, bax, sən müsəlmansansa, sən mənə de görüm, tarixin hansı devləti qansız qurulub? Hansı devləti gül çiçəklə, qılıncla yox, gül çiçəklə, qızıl güllə, qərənfillə qurulub? Bu bir. İkincisi, qan içən niyə qalsa, Şah İsmail Səfəvi heç də ərəblərdən çox adam öldürməyib. Həmin bu günləri, biz təbii ki, mən də müsəlmanam, biz müsəlmanıq. Bu bir məna şəkildə belədir. Amma Şah İsmail heç də ərəblərdən çox adam öldürməyib. İstəyir səhabələr olsun. Necə olur? Necə olub ki, səhabələr bu günləri, nə bilim, İspaniyanı soyqırım eləyəndə, İspaniyanı işğal eləyəndə, Kordovanı işğal eləyib, cəmaatı qılıncdan keçib, bu olur fəth eləyir, hamı fəth eləyir, deyir. İslam fəthləri. Cəmaatın qız gəlini əsir aparırlar. Hamı deyir fəth, İslam fəthləri. Amma Şah İsmail öz devlətinin sərhədlərini bərpa eləyəndə, Azərbaycan adını ucaldanda, bu olur qırğın. Yəni biz öz doğma Şah İsmailimizi çölün ərəbindən daha az dəyərləndiririk. Başa düşürsünüz? Və qardaş çoxdur, Teymurləkdən də çoxdur qardaş. Yəni istənilən şəxsi misal çəkmək olar. Həqiqətən Şəmsi müəllim, çox təəssüf. Qoymayım. Yeganə, çox təəssüf. Var ol Camal. Xasay Abbasov, məlum məsələdir. Məlum məsələ kimlər olub? Tarix, bəli. Çox sağ olun dostlar, var olun, minnətdaram hamınıza. Şah İsmail haqqında kimin nə sualı varsa, nə iradı varsa, kim belə deyək də şəkki şübhədədirsə buyura bilər bizim canlımıza. 70. Qardaş, mən səhabələr tarixində bilirəm, biraz pis çıxmasan dostum. Mən vallah bilirəm nə danışıram. Sən belə deyək, sən deyirsən ki, səhabələr, sən 100 min səhabənin 100 mininə də atficatsan qardaş. Peyğəmbərin zamanında təxmini hesablamalara görə 100 min nəfər səhabə olub. 100 min nəfər. Sən o 100 min nəfərin 100 mininin də iman üzrə öldüyünə əminsən, var olun dostlar, minnətdaram. Təşəkkür edirəm. Qardaşlar, ona görə də gəlin ilk öncə özümüzə, öz devlətimizə, öz sərkərdələrimizə, öz tariximizə hörmət eləyək. Nihat yazır ki, niyə məhz Şah İsmail qonusu? Qardaş, bir 10 il, 15 il öncə mən Şah İsmail ilə bağlı Azərbaycanda müəyyən o məlumatlar dərc olunurdu. Bax, indi də həmin o məlumatlar dərc olunur. Şah İsmail belə elədi, Şah İsmail elə elədi. Mən özüm də Şirvanlıyam. Dedilər, Şah İsmail Şirvanı qırıb, çatıb, Şirvanı yerlə yeksan eləyib, Şirvanı dağıdıb. Bu sözləri deyirlərdi. Mən də bir Şirvanlı kimi, mən də bir Azərbaycanlı kimi, mən də bir Türkman kimi başladım Şah İsmaili araşdırmağa. Şah İsmaili araşdırandan sonra mənim qarşıma tamamilə fərqli bir Şah İsmail obrazı çıxdı. Tamamilə fərqli bir Şah İsmail obrazı çıxdı. Azərbaycanı sevən, vətənini sevən, vətəninin adının ucalması üçün vuruşan, xalqını sevən, xalqının mədəniyyətini sevən, xalqının dilini sevən bir Şah İsmail obrazı çıxdı mənim qabağıma. Yazır ki, sən də əminsən ki, xəta etməyib. Xətasız insan yoxdur. Zaten Şah İsmail təvazu əhli olduğuna görə bütün düzü dünya Şah İsmaili mürşidi kamil kimi tanıyırdı. Mürşidi kamil, yəni ən yüksək kamala çatmış mürşid idi Şah İsmail. Yəni, hətta bəziləri həddini aşaraq Şah İsmail'ə deyirlər ki, Şah İsmail imamdır. Amma
Həmin ərəfədə Şah İsmail təvazu əhli olduğuna görə özünə xətai təxəllüsünü götürdü. İnsanların, cahil insanların dilin ağzını bağlamaq üçün onların ağzından bu imamlıq söz-söhbətin, peyğəmbərlik söz-söhbətin yığışdırmaq üçün Şah İsmail özünə xətai təxəllüsünü götürdü. Yəni bu da Şah İsmailin təvazu əhli olduğundan xəbər verir. Təbii ki, Şah İsmail da bütün yaradılanlar kimi təbii ki, xətalıdır. Onun da özünə görə xətaları var. Amma mən onun xətalarından agah deyiləm. Çox sağ olun, var olun. Var olun, yayını bəyənin. TikTok çox sağ ol, YouTube çox sağ ol. YouTube zəhmət olmasa, imkan varsa yayınlarımızı bəyənin ki, səhifəmiz daha çox inkişaf eləsin. Son qızılbaş səhifə 68. Yağları. Qardaş bir yağa yazmış ki, son qızılbaş səhifə 68 yazdı. Qardaş bu son qızılbaş kitabı bax buradadır. Son qızılbaş, Tufan günü son qızılbaş kitabı buradadır. Səhifə 68-də 40 min söhbəti yoxdur qardaş. Lənət, aleyküm salam, hər vaxtınız xeyir olsun. Yəni bax son bir bir qardaş yazmış şərhdə. Başım qarşı tam cavab verə bilmədim. Yazmış ki, son qızılbaş Şah İsmail kitabında yazılıb ki, Şah İsmail Təbrizdə 40 min adam öldürüb. Amma burada elə bir şey yoxdur. Burada elə bir şey yoxdur qardaş. Bax bu son qızılbaş səhifə 68-dir. Yəni bizim Türkiyəli qardaşımız Tufan Gündüz yazıb. Qardaş göstərirlər də Akşin qardaşım, əziz qardaş. Yəni göstərirlər də hamı havadan sudan danışır da. Əslində 40 min söhbəti Osmanlıda olub. Sultan Yavuz Səlim Şərqi Anadolu'da 40 min türkmanı, qızılbaş türkü siyahiyə aldırıb, bu Osmanlı sənədidir. Bu var. Betaraf eləyib. Qardaş. Var ol qardaş, var ol Abu Zər. Qardaş elə bizimkilər yazır da. Özünə hörmət eləməyən, öz tarixinə hörmət eləməyən, başqasına yamaq olmaq istəyən, nə bilim, öz evində atasını qoyub, qonşuya gedib ata deyən, əmi deyən, yəni insanlar da öz tarixinə iftira atan, heç bir özünə hörmət eləyən şəxs, vətənpərvər, Azərbaycanlı, Azərbaycan türkü, öz hökümdarların, öz tarixi sərkərdələrin, bizim bol tarixi sərkərdələrimiz var. Heç vaxt evin içində təhqir eləyib, gedib qonşuda, qohumda özünə ata axtarmaz, özünə baba axtarmaz. Bizim Allaha şükür atalarımız da var, babalarımız da var, mənşəyi də, soyu da, kökü də hamısında bəllidir qardaş. Yəni o kiçiklik kompleksindən əziyyət çəkənlər, nə bilim, müəyyən qədər, necə deyim, hansısa bir problemi olanlardır ki, yəni öz tarixini qoyub, mən hələ görməmişəm ki, hansısa bir özbək, mənim çox özbək dostlarım var, özbək qardaşlarım var, yəni çox yaxın münasibətliyəm, mən hələ görməmişəm ki, bizim hansısa bir özbək qardaşımız Əmir Teymuru tənqid eləsin. Halbuki Əmir Teymur çox qaddar adam olub. Bəli, Əmir Teymur böyük türkdür. Mən Əmir Teymura çox böyük hörmət edirəm. Əmir Teymurun Səfəvilərlə də çox gözəl münasibəti olub. Amma mən hələ bir özbək qardaşımı görməmişəm ki, Əmir Teymuru təhqir eləsin, geçsin məsələn başqa bir türk hökümdarın bəhbəhlə tərifləsin. Valla, yəni, nə bilim qardaş, heç nə. Yəni, həqiqətən mənə təsir edir. Bilirsiniz necə? Akşin Əli, Şeyx Zahid Gilani, stomatolog Zəka, çox sağ ol qardaş, Allah razı olsun, var olun. Şah İsmail'in babası Şeyx Zahid deyil. Yəni, Şah İsmail'in babası Şeyx Cüneyddir, ata tərəfdən babası. Şeyx Cüneyddir, ana babası Uzun Həsəndir. Şeyx Zahid Gilani, Şah İsmail'in 7-ci babası, səhv eləmirəmsə. 7-ci babası Şeyx Səfiyyəddinin qaynatasıdır.
Şah İsmailgilin də soyadı, Səfəvi soyadı həmin Şeyx Səfiyyəddindən götürülüb. Şeyx Səfiyyəddindən götürülüb. Həmin bu Şeyx Səfiyyəddin də Şeyx Zahid Gilaninin həm tələbəsi olub, həm də yeznəsi, kürəkəni olub. Aleyküm salam Elnur. Səncə Nadir Şah güclüdür, yoxsa Şah İsmail? Qardaş, güc hansı baxımından? Dediyim kimi, Nadir Şah Əfşar Azərbaycan tarixinin, Azərbaycan türklərinin ən böyük hərbi komandanıdır. Hərbi komandan kimi, Fatih kimi, təbii ki, Nadir Şah Əfşardır. Bu bir mənalıdır. Dəmir qapılar, aleyküm salam. Amma Azərbaycan tarixinin siyasət padişahı Şah Abbasdır. Yəni, mənim nəzərim, mənim subyektiv fikrimdir. Qardaş, kimsə narazı ola bilər. Yəni, Nadir Şah Əfşarın siyasəti Şah Abbas qədər uğurlu deyil. Siyasət tariximizdə padişahı Şah Abbas Səfəvidir. Buyur, Akşin Əliyev, buyur qardaş. Bəli, qardaş. Təbii ki, qardaş, Abu Zər, Napolyon özün Nadir Şaha bənzədirdi də. Anar, qardaş, mən şəxsən Şah Abbası, yəni, belə deyək də, biraz pis çıxır o tərcih eləyirəm deyən, mən Şah Abbas düşünürəm, onun siyasət daha güclüdür. Где находится Şeyx Cüneyd? Qardaş, Şeyx Cüneydin qəbri Qusar rayonunun Həzrə kəndindədir. Qusar rayonunun Həzrə kəndindədir. Şeyx Cüneyd Səfəvinin məzarı Qusar rayonu Həzrə kəndində.